Eldəniz Zeynalov Yaponiya istehsalı olan avtomobil alıbmış. Maşının sükanı sağdaymış. Aktyor avtomobili alan kimi Mikayıl Mirzə ilə Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib içirlər. Qaydanda onları yol polisi saxlayır. Eldəniz Zeynalov əsəbləşir. Yekə kişisiniz, nə istəyirsiniz bu cəmaatdan? Niyə adamları incidirsiniz? Görmürsünüz, maşında iki böyük sənətkar gedir. Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdur. Bu vaxt Mikayıl Mirzə tez maşından düşüb dostunun qoluna girir. Yol polisindən üzr istəyib Eldəniz Zeynalovu maşına tərəf aparır. Ancaq çaşıb Eldəniz Zeynalovu sol tərəfdə əyləşdirir. Özü də qayıdır polisin yanına ki, biraz dillağız etsin. Sükanı sağda olan yeni maşına tam vərdiş etməyən Eldəniz Zeynalov deynə-deynə əlini sükana atır, görür sükan yoxdur. Tez qapını açıb düşür və polisə yaxınlaşıb deyir, bura bax, Eldəniz sənin üçün hərif zad deyil. Tez ol rolu geri qaytar.